Aldırmama məqsədimiz odur ki, burada onsuz da bilir ki, əsas şirur qayıdmır. Kimlər ki, reaksiya verir ki, mən qayıdıb əsas niyə imzalamıram? Demək adam qayıdıb ali təhsil müəssisəsində əsas şirur olaraq görmür. Görmürsə, yaxşı olar ki, yolun başında buna biz yollarımızı ayıraq. Nəinki bu qədər biz əziyyət çəkirik, sonda gəlirik, siz də məhkəmələrdə əziyyət çəkirsiniz. Sonra həm məzun olaraq reputasiyamıza ziyan olur, həm dövlət proqramı iştirakçısı olaraq ziyan olur. Məncə bunu siz istəməzsiniz, biz də istəməliyik. Mənim deyəcəklərim bu qədər. Mənim deyəcəklərim bu qədər. Digər tərəfdən isə kimlərin ki, ayrıca sualı olar, mənlə görüş istəyərsə, mən o görüşü eləyəcəm. Yenə də 113 nəfərin iştirak elədiyi görüşdə sual-cavab keçirməyəcəyik. İkinci məsələ, ayrıca mənə yazarsınız, e-mail yazın kuratora, mənim də kopyada, biz sizdən fərdi görüşlər keçir. Mən 100 dənə fərdi görüş keçirməyə hazıram, amma bir görüşdə o sual versin, bunu desin, o onu desin, bunu eləməyəcəyik. Ərizə ilə də dediyim kimi, kimsə etiraz edir, ərizəsini yazsın, etirazın səbəbini də izah eləsin. Biz yenə də o etirazlara, kim ki etiraz edəcəksə, onlarla bağlı mövqeyimizi həmən şəxsə bildirəcəyik. Mən təşəkkür edirəm. Üzr istəyirəm, bəlkə də sözünüzü kəsdim. Sadəcə bu bildiyim qədər debat şəklində, yəni qarşılıqlı bir müzakirə olmalıdır. Biz burada hər hansı bir belə gündə davaya qırğına çıxmağa gəlmirik. Nə doktorantlar biz olaraq, nə də siz bu proqramın rəhbəri olaraq. Sadəcə biz bu barədə tam olaraq belə deyim, aydınlandırılmağımızı istəyirik. Mən az öncə qeyd elədim, üzr istəyirəm, mən də sizin sözünüzü kəsim. Az öncə qeyd elədim. Siz ayrıca danışmaq istəyirsinizsə, kuratora yazırsınız, vaxt təyin edirsiniz, mən sizinlə ayrıca görüşəcəm. Burada debat açmağın mənası yoxdur və mən aldığım e-mail bəzi hamıya şamil olmur təbii ki. Aldığım bəzi e-maillər məni çox amerikanlar kimi aksət elədi. Yəni bu şəkildə e-mail yazmaq olmaz ki, mən gəlib işte, bəs nəyə getmişik biz ora? Gəlin ayrıca danışaq, kimin sualı varsa mən 2 saatda vaxt keçirməyə hazıram həmən şəxsdən, amma bu ola bilməz ki, heç bir doktorant deyə bilməz ki, biz dövlət proqramı idarə etmə qrupları onların yanında deyilik. Burada baxıram bəzilərinin əlavə, mən bir şəxsin də e-mailini gördüm ki, özündə əlavə sualları da var, təqaüdünlə bağlı və s. Gəlin ayrıca görüş eləyək. Kimin də sualı varsa mən hazıram. Yenə deyirəm, sirli, sizsiz, onsuz da bizim işimiz bundan ibarətdir ki, bizim gecəmiz gündüzümüz olur ki, doktorantlarda mənə gələn hər bir e-maila mən heç vaxt cavab vermirəm, amma dərhal o məsələnin üzərində dayanıram. Onlardan biri də bayaq bir nəfər mənə e-maildə, məni kopyada qoyan şəxsdir ki, təqaüdünlə bağlı məsələ narahatçılığı var, onda danışacağıq. Bu qədər, hər birinizə təşəkkür edirəm, vaxtınıza görə, anlayışınıza görə. Əlavə sualı olan ayrıca, Salim müəllim, nədənsə narazısınızsa, mən çox aydın şəkildə izah elədim ki, ayrıca sizlə vaxt keçirməyə hazıram. Narazılıq o zaman lazımdır ki, sizlə yox. Müqavilə başqa şərtlərdə imzalandığı halda, müəllim, siz çox ağlı fikir söyləyə bilərsiniz mənim hörmətimlə. Mən sizə nə dedim? Dedim ayrıca görüşə bilərik. Lazım deyil burada əlavə provokativ söhbətlər aparmaq. Ayrıca sizdən görüşəcəyik. Salim müəllim, mən sizə nə dedim? Dedim görüşməyəcəm sizlə. Dedim görüşmək istəyirsinizsə, ayrıca müraciət göndərirsiniz, mən sizə vaxt sərf edəcəm. Sizin vaxtınızı öz vaxtıma uyğunlaşdıram, əgər siz Amerikadasınızsa və ya hansı ölkədəsinizsə. Bundan artıq nə deyirəm? Mən ayın 18 üçün görüşüm var və bununla heç bir şey yaza bilmirəm. Mən hazırda Theoretical Framework-ın üzərində işləmişəm. Mən başa düşürəm. Burada 106 nəfərin sizə nəfərin özü də hamısı özünü narahat eləyir. Biz sadəcə bu görüşü təşkil edirik. Mən danışacağım. Məncə bu görüşün məqsədi yox idi. Yox, bu görüşün məqsədi izah istənilirdi, mən izahı verdim. Bu görüşün məqsədi kimdəsə narahatçılıq varsa, ayrıca görüş keçirəcəyik və izah eləyəcəyik. Mən hamınıza təşəkkür edirəm, uğurlar arzulayıram, narahatçılıq bağlı olsun. Turan xanım,